İnsan nə etməlidir ki, sağlam olmaq üçün? Qoz fındıq yeməlidir, düzdür? Qoz fındıq yeysən, sağlam olsan. Bir də idmanla məşğul olsa, motivator fitness zala gəlsən, sonra sudan içirsən, Sonra olursan fit. Sonra sudan istifadə eləmirsənsə, evində su filtrdən istifadə edirsən, o da bizim Inline, Sintersus şirkət, bizim partnerlarımızdan, onlardan əldə edirsiniz, olur qəşəng, həqiqətən. İnsan nə etməlidir? Sağlam yaşamaq, düzdür? Sağlamlıq demişəm günləri, dostumuz Namidin yanındayıq. Həm idmançıdır, həm iş adamıdır. Bu günlər çox maraqlı intervyumuz olacaq, verilişimiz çəkiləcək. Bütün bizim dostlarımızı salamlayıram. Namid qardaşla tanışdığımız inşallah bu yaxın günlərdə, yaxın aylarda olacaq. Niyə görə? Dükkanın açılışı olacaq, yəni yeni proyektlər, motivatorun bir olun, dostlarımızın intensiv görüşlərimiz davam edir. Və inşallah bu illəri və növbəti illərdə bizim proyektlərimiz həm MFC gəlir, inşallah Knockout gəlmişdi bizdə, Knockout var idi, MFC Knockout, indi olacaq Knockdown ya da baxarıq indi olacaqsa. Ümumiyyətlə hamını knockout eləyəcək bu illərdə sonuna qədər, bir də gələn illəri gözləyin motivator medianın işlərini, özünə müğayət olun. Çox qardaşım.